məlumatlar. Başlayaq. Kiməsə gəlib yeni nəsə? Sabah müsahibədə olanlar var. Sabah 12-si, 13-ü müsahibəyə gedəcək müəllimlər var. Orxan müəllim. İmtahan verənlərin içindən kiməsə gəlib, yoxsa imtahan verməyənlər də onlar? Yox, bunlar yüksək ballılardır. 51 pluslardır. İmtahan verənlərin içindən yox, hələ gəlməyib. Bu gün də imtahan var imiş. Mən elə bildim dünən yekunlaşdı. Sən demə bu gün də imtahan. Bu gün də var idi. Bu gün ayın Samirə müəllim, bəli. üzr istəyirəm. Ayın 15-dən sonra müəllimlər üçün müsahibə vaxtı gəlsə, 18-dən 20-sinə qədər Bakıda şəhər salma ilə bağlı oradakı ali təhsil məktəbləri də onlaynə keçirlər. Onda bizdə regionlara çağıracaqlar, yoxsa yenə Bakıya getməliyik? Vallahi bilmirəm. Hələ ki konkret dəqiq məlumatım yoxdur. Yəqin ki onda 22-sindən sonra qalar da. Çünki uca şəhərdə Ondan sonra 26-27-dir, sonra da yenə tətildir. sizin səfərsədə Samirə müəllimə bir məlumatı sizlə dəqiqləşdirim. Bu qeydiyyatdan keçməyən müəllimlər, direktorlar, sahiblər var idi ki, onlar ballarını artırmaq üçün müraciət eləmişdilər. Bəli. Yəni qeydiyyatdan keçməyibsə necə gedib onlar iştirak edir? Onların axırı necə olacaq bəs? Onlar bilirsiniz necə olur? Bəzi regionlarda icazə veriblər. Elə ki məktəblərə siyahı göndərilib ki, bu siyahını doldurun cədvəl. Bu siyahını doldurun ki, məktəbinizə işləyən direktor, müavin, təşkilatçı istəyirlərsə gəlib ballarını yüksəldə bilərlər. Çünki bu sonuncudur da, bal yüksəltmə olmayacaq. Halbuki onlar fevral-martda qeydiyyatdan keçməmişdilər. Sənədlərini qəbul elədilər, amma bəzi regionlar qəbul eləmədi. İndi region yadımda qalmayıb. Müəllimlər yazmışlar ki, müəllimə biz qeydiyyatdan keçmişik, amma bilmirik də sənədi verək yoxsa yox. Məktəbə siyahı gəldi. Onlar da indi gedib iştirak edəcək. İştirak ediblər. İndi balları yüksəldən də var, aşağı bal toplayan da var. Onlar yəqin ki Məmmədxan müəllim, onlar bu dəfəki imtahanda yox, indi hər 3 aydan bir sistem açılır da, növbəti imtahana hazırlıq üçün eləyirlər ki, iştirak edə bilsinlər. Çünki daha bal artımı olmayacaq. Məsəl üçün siz bu dəfə iştirak elədiniz, düzdür? İndi həm də fevral-martda qeydiyyatdan keçmisiniz. Əgər fevral-martda qeydiyyatdan keçməyib, bu dəfəki imtahanda da iştirak etməsəydiniz, indi yayda sistem yenidən açılanda yenə bal necə deyim, yəni istədiyiniz bal olmayanda daha bal artımı olmayacaq da, gedə bilməyəcəksiniz. Sonuncu şansdır bu. Deyilənə görə, özlərinin verdiyi məlumata görə indi bilmirik də necə olacaq. Belə başlayaq müəllimlər, başlayaq. Buyurun. Sabah deməli Orxan müəllim olacaq müsahibədə, 13-ü Tünzalə müəllim olacaq. Görüm dərsdə varmı? Orxan müəllim dərsdəsinizsə başlayaq. Əslində mən gözləyirdim hamınıza gəlsin, amma hələ ki gəlməyib. Ona görə deyim ki, daha mən başlayım. Çünki inanın ki, bu gün də neçə müəllimi qrupa daxil eləmişəm. Başlamasam da olmur da. Çünki bunu bilmirik nə vaxtda müsahibə olacaq. Samirə müəllimə bir məlumat da soruşum. Yəqin ki, bu imtahana getməyən müəllimlər 500 minus yazan müəllimlərdir. Bal aşağı. Müəllim deməyəcək, direktor müavinləri, direktorlar. Bal aşağı olanlar deyirsiniz. İmtahana getməyib birbaşa müsahibəyə çağırılanlar yəqin ki 500 minuslardır. Çünki 500 pluslar MİQ balına da baxmırlar. Yalnız sonuncu sertifikasiya balı lazımdır. Direktorların zauslarında yəni 90%, 95% sertifikasiyada iştirak eləməyib. Eləməyibdir, bəli. Yəni onsuz da müəllimləri buraxmamışlar ki, bu imtahana. Müəllimlər bu bal artımı ancaq rəhbərlərə aiddir. Müəllimlər ancaq balını sertifikasiyada yüksəldə bilərlər. Bəs bu müəllimlər də boğazım qıcıqlandı. Müəllimlər də bəs bu direktorların işə qəbulunda iştirak edə biləcək də yəqin ki. Hə, iştirak edə bilirlər. Sertifikasiya balı olmayanlar MİQ balı ilə yaza bilər. Bəli. Ən sonuncu bal nədirsə, onu nəzərdə alırlar. Məsələn, müəllimin sonuncu balı sertifikasiyadır. MİQ balı yüksəkdir, o ilə qeydiyyatdan keçibsə, tutalım, amma sertifikasiya balı aşağıdırsa, onunla imtina gəlibdir. Çünki ən sonuncu bal nəzərdə tutulur. MİQ-dir, MİQ balı nəzərdə tutulur. Birinci sertifikasiya əsas nəzərdə tutulur. Kimin sertifikasiyası yoxdursa, diaqnostikası və yaxud da MİQ-i nəzərdə tutulur. Belə, başlayaq müəllimlər. Başlayaq. Deməli, kimi sual cavab edim? Orxan müəllim, dərsdəsiz? Sabah müsahibənizdə bilməm də buradasınız yoxsa yox. Məncə yoxdur.
Yoxdur. Onda sırayla soruşacağam, hamı ilə soruşacağam. Çox xahiş edirəm müəllimlər, dərsdə aktiv olun. Müsahibənin tarixini gözləməyin. Müsahibənin tarixi elan olunanda bir də görürsüz səhərsindən sizə müsahibəyə çağırdılar. Ona görə çalışın, aktiv olun. Bilmədiyiniz sualı mən burada cavablandıracağam. Aynura müəllimə, buyurun, açın mikrofonu. Aynura Hacıyeva. Aynura müəllimə, buyurun, açın. Salam, axşamınız xeyir olsun Samirə müəllimə. Salam. Olar ki, birinci məndən soruşmayasınız. Mən naşıqla qulaq asıram sizə, amma hələ cavab vermək istəmirəm. Yəni bir-iki dənə sual verim, narahat olmayın. Yəni müsahibənin həyəcanı itib gedəcək. Yəni çalışın ki, dərslərdə iştirak edin ki, bilmədiyiniz sualı narahat olmayın, mən kömək olacağam. Yaxşı müəllimə? Gəlin bir az sual verin. Söz verirəm. 2-3 dənə sual verib sağollaşacağam. Ki sırayla başlayım. Onu deyim ki, müəllimə, ilk dəfədir də, yəni keçən il mən 0 baza ilə imtahan verdim. Aha. Testdən 39 bal topladım. Yəni heç hazırlaşmamışdım, 0. Sonra sizi axtardım, tapdım, esseyini sizlə hazırlaşdım. Esseydən keçmişdim, amma müsahibədən kəsilmişdim. Sonra da başımız qarşıya, inanın ki, heç nə hazırlaşmamışam da, 0 bazadır. Siz orada danışırsınız, müəllimələr elə gözəl cavablar verir, mən gözüm qorxur sözün bizi. Müəllimə, sizin balınız nə qədərdir? Sizin indi balınız? Sertifikasiya? Bəli. Sertifikasiya 55-dir. 55 baldır. Siz indi məktəbdə müəllim işləyirsiniz? Bəli, məktəbdə işləyirəm hal-hazırda. Məktəbdə müəllim işləyirsiniz. Yaxşı müəllimə, onda gəlin mən indi hələ ki qanunları oxumamısınızsa, situativ sual verim. Çünki neçə ildir müəllim işləyirsiniz? Artıq 13 ildir işləyirəm. 13 ildir müəllim işləyirsiniz və situativ suallara təcrübənizə əsaslanaraq cavab verə bilərsiniz. Məsəl üçün bir valideyn gəlir, sizi təhqir edir. Əməli başlı təhqir edir. Söyür, belə deyim, çox üzürlü sayın, söyə də bilər. Belə necə təbii ki, təcrübədə rastlaşmamışıq. İndi ola bilər də. Hətta mən söyən müəllim də görmüşəm. Qruplarımda bir müəllim vardı, deyir ki, müəllimə, bizim məktəbdə bir müəllim var. Uşaqlarla, valideynlərlə söyür, amma çox belə qəribə bir şeydir ki, heç kim də ondan şikayət eləmir. Quba məktəblərində elə bir müəllim var. Tutam ki, müəllim gördünüz, məktəb direktorusunuz. Gəldi valideyn, müəllimə əsəbləşib, uşağın balını aşağı salıb və yaxud da digər problemlər, hər nə problemdir, gəlir, müəllimlə təhqir edici sözlər danışır, müəllimə söyür, müəllimə alçaldır. Siz məktəb direktoru olaraq nə edərsiniz? Elə bir hadisə olsa, əgər məktəb direktoru kimi belə fikirləşirəm də, yəni elə bir halla rastlaşsam, yəqin ki, birinci qarşımdakı insanı sakitləşdirməyə çalışıram ki, qarşımdakı insan sakitləşsin. Daha sonra sakitləşəndən sonra müəllimdir, valideyndir, hamı sakitləşəndən sonra ayrı-ayrılıqda onların hər birini qəbul edib dinləyərəm. Sonradan ikisini də, yəni necə deyim, o vasitəsi kimi ikisini də bir yerdə, bir otaqda da belə deyək, çağırıb, dinləyib, ortaq bir məxrəcə gələrəm. Problem nədirsə onu, yəni hər iki tərəfi də... Aynur müəllimə, bu siz dediyiniz humanist yanaşmadır, amma məsələn, başqa problemlərdir. Məsələn, amma təhqir edici, söyüş, müəllimin şəxsiyyətini alçaldan bir hal varsa, bunu mütləq aktlaşdırırsınız, şahidlər imza çəkir və siz hüquq mühafizə orqanlarına müraciət edirsiniz. Çünki bizim İnzibati Xətalar Məcəlləsində kimləsə siz təhqir edici sözlərlə, onun şəxsiyyətini alçaldan sözlər ilə danışsanız, onu təhqir etsəniz, xüsusilə ictimai cəmiyyət içərisində siz bunu eləsəniz, təbii ki, onun minimum cəriməsi 300 manatdan başlayır. Keçən dəfə mən bir paylaşım eləmişdim. Unutdum paylaşımı. Orada həmin şəxsi 500 manat cərimə eləmişlər. Görün, burada telefonumda qalıb, qaleriyada. 500 manat cərimə eləmişlər. Mən sonra onu deməli araşdırdım. Yəni hətta bunun 2000 manata qədər, yəni maksimum 2000-3000 manata qədər cəriməsi var. Əgər belə təhqir edici sözlərlə valideyn gəlib müəllimi təhqir edirsə, onu hüquq mühafizə orqanlarına vermək lazımdır. Bu hüquq mühafizə orqanları gəlib müəllimi təhqir etdiyinə görə, yəni şəxsiyyəti, vətəndaşı təhqir etdiyinə görə onunla hüquqi müstəvidə təbii ki, bu məsələni həll edəcək. Amma qalan o digər hallar ki var. İndi ola bilər də valideyndir, nəsə özünü emosional cəhətdən idarə edə bilməyib, nəsə ola bilsin də belə deyə xırda məsələlər. Amma söyüşdür, təhqirdir, müəllimi elə valideyn var ki, gəlib necə deyim, müəllimi vura da bilər, müəllimi itələyə də bilər uşaqlar içərisində.
Ona görə belə şəxsiyyəti alçaldan əgər məsələlər varsa, mütləq hüquq mühafizə orqanlarına vermək lazımdır. Razısınız, razı deyilsiniz. Yoxsa oturun mən onunla humanist danışım, məsələni həll edim. Təbii ki, məsələni aydınlaşdırmalısınız, araşdırmalısınız. Düzdür? Siz belə hal olsa, hüquq mühafizə orqanına müraciət edərsiniz. Ümumiyyətlə doğru sayırsınız mühafizə orqanına müraciət etməyi. Yəni sözün düzü, yəni nə qədər ciddi dərəcədə olmalıdır ki, yəni düzdür, təhqir heç kəs təhqir eləməyə haqqı yoxdur. Yəni amma ola bilsin ki, məsələn, əsəbləşib səsinin tonunu qaldırır, amma heç bir təhqir eləmir. Ona mən hüquq mühafizə orqanlarını niyə çağırım ki? Ona etməyə ehtiyac yoxdur. Təhqir varsa, təhqir versə, təhdid varsa, sözsüz ki, çağırmaq lazımdır. Bəli, onu sadə öz-öz eləyəcəksiniz. Bir də ki, Aynur müəllimə, tutam ki, sizi təhqir edirlər, siz də o həmin qarşı tərəfi təhqir edirsiniz, əsəbləşmisiniz. Yox, əlbəttə ki, yox. Yəni ən azından lazımdır. Peşəkar olmaq lazımdır. Bəli. Bilirsiniz niyə? Səbirli olmaq lazımdır. Bir problemdən ikinci problemi yaratmaq lazım deyil. Bu lap məktəb mühitində yox. Birdən yoldan gedəndə bir nəfər ola bilsin də sizə nəsə elədi. Nəsə olur da belə necə deyim, şər atan insanlar olur. Siz qətiyyən eləməyin. Şikayətiniz var, gedin polisə şikayət edin ki, filan şəxs məni təhqir edib. O ayrı məsələ. Amma siz də ona cavab verməyin. Qoy elə hüquqi müstəvidə bu məsələ həll olsun. Mən bu məsələni niyə görə danışıram? Çünki həqiqətən də yaxın bir insanların başına gələn bir işdir. Mən bunu qanuni tərəfini bilmirdim. Həqiqətən də gördüm ki, heç kimin ixtiyarı yoxdur. Əgər belə bir şeylə rastlaşsanız, hüquq mühafizə orqanlarına verin, ki, onların canını da alacaqlar. Aynur müəllimə, bəs siz niyə məktəb müdiri olmaq istəyirsiniz? 13 ildir müəllim işləyirsiniz. Necə oldu birdən-birə qərar verdiniz ki, mən gedim məktəb direktoru olum? Samirə Məmməd, sözün düzün deyim, mən direktor olmaq istəmirəm. Mən müavin olmaq istəyirəm. Amma ancaq 2 ildir müavinliyə imtahan olunur. İkidə müsahibədə də mənə sual verdilər. Kimdəsə mikrofon açıqdır, exo verir səsin. Keçən müsahibədə də məndə sual verdilər ki, siz niyə direktor olmaq istəyirsiniz? Mən dedim ki, mən direktor olmaq istəmirəm də, mən birinci müavin olmaq istəyirəm. Dedilər, bəs niyə vermirsiniz? Dedim ki, bəs imtahan olmayıb, ilk imtahan budur, ona görə də bunu vermişəm. Sonra müsahibədən kəsiləndən sonra məni çağırdılar müavinliyə, regionala ki, sizi müavinliyə dəvət edirik. Sonra nəsə səs-surat çıxmadı. Sonra bir dəfə də çağırdılar Samirə müəllimə. Dedilər ki, sizi təşkilatçı kimi görmək istəyirik. Amma sonra səs-surat çıxmadı. Gedərdiniz də müəlliməm. Gedin, müraciət eləyin, qəbula yazılın. Yəni yazıldım. Regionalın böyüyü də deyə bilərəm də Abşeron xızıdır bizdə. İlhamə xanımın qəbulunda oldum. Özümlə də şəxsən danışdım. Dedim ki, bəs belə-belə. Sonra Xumarə xanımın qəbulunda olmuşdum. Dedilər ki, dəyərləndirəcəyik, amma yəni o vaxtdan bura heç bir xəbər çıxmadı. Yəni mən də indi yenidən Aynur xanıma, Aynur müəllimə yenə qəbullara yazılın. Necə deyim? Yəni bildirin ki, varsınız da, gözləyirsiniz, nəticəni gözləyirsiniz. Yaxşı, gəlin biraz qanundan sual verək. Deməli, təhsil haqqında qanunla, ümumi təhsil haqqında qanunu vermişdim evə. İndi burada düzdür, çalışın, oxuyun müəllimlər. Video izahda göndərəcəm bu qanunla bağlı baxın, amma indi artıq bu qanunun xırdalıqlarına getmirlər də. Əsas hansı yerdən deməli sual verə bilərlər. Mən oradan sizə sual verib. Məsələn, təhsil formaları hansılardır? Təhsil formaları. Əzbər bilməliyik də biz bunu. Təhsilin formaları hansılardır? Əyani, qiyabi, distant, onlar deyirsiniz mənə? Təhsil alma formasıdır. O təhsil alma forması. Təhsilin forması deməli formal, qeyri-formal və informal. Formal, qeyri-formal, bir də eksternal. Yox, onlar siz dediyiniz təhsil alma formasıdır. Formal, qeyri-formal və informal. Informal. Sadə sualdır. Yadıma düşdü, bəli, yadıma düşdü. Yəni bu çox sadə sualdır. Ona görə deyirəm ki, mütləq canlı dərslərdə iştirak edin ki, mən canlı dərslərdə ən vacib olan hissələri deməli vurğulayacağam. Yaxşı müəllimə, sərbəst təhsil nədir? Sərbəst təhsil. Sərbəst formada, yəni kənardan sərbəst halda, kurslarda
O keçirilən təhsil. O qeyri-formaldır. Yəni kurslarda, dərnəklərdə gedirsən, bilik bacarığını formalaşdırırsan, artırırsan, sonda sənə sertifikat verilir. Yəni rəsmi deyil də bu qoyub. Məsələn, bizim bugünkü dərsimiz qeyri-formaldır. Yəni sonda mən sizin dövlətin attestatını, diplomunu vermirəm. Aydındır, bu qeyri-formaldır. Sərbəst təhsil isə müxtəlif səbəbdən təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilini ümumi təhsil hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən bir deməli təhsil alma formasıdır. Burada deməli sərbəst təhsildə 2 hal oldu. Birinci hal və ikinci hal. Birinci hal odur ki, məktəbdən yayınıb bu uşaq tutalım ki, 6-ya qədər oxuyub sonra məktəbə gəlməyib, xaricə köçüb və yaxud da valideynlərin səhlənkarlığından təhsilini davam etdirməyib. Yəni 9 illik bitirməyib də. Ona görə də sənədi yoxdur. Dövlət deyir ki, get 16, minimum 16 yaşın varsa, hazırlaş, evdə otur, sərbəst adı ona görə sərbəst təhsildir. Sərbəst hazırlaş, gəl ekstern qaydada imtahan ver, yəni 1-ci aralıq imtahanda iştirak edirsən, sonra da buraxılış imtahanında iştirak edib attestatını alırsan. Bu tədrisdən yayınanlar üçündür. Baxın, birinci hal, tədrisdən yayınanlar üçündür. Attestat almayanlar üçündür. Bir də var ki, xüsusi istedadlı uşaqlar var, müəllimlər, xüsusi istedadlı. Onlara dövlət icazə verir ki, gəl sən bu istedadını deməli müsabiqələrlə, testlərlə sübut elə və məktəbi tez bitir. Bu olur, deməli bu qanunları ayrı-ayrı keçəcəyik. Olur 3-cü sinifdə, 8-ci sinifdə və 10-cu sinifdə. Baxırsınız ki, elə uşaq var ki, fitri istedaddır, dəyərli müəllimlər. Yəni bu uşaq müəllimdən çox bilir. Az qala biz bu uşağa alim deyirik. Yəni məktəbimizin alimi adlandırırıq. Çox oxuyur, çox necə də bilikli, bacarıqlı uşaqdır. Əgər elə bir şagirdiniz varsa, 3-cü sinifdə, 8-ci sinifdə və 10-cu sinifdə oxuyursa, başqa siniflərə aid deyil. Ancaq 3 dənə sinifə aiddir. Bu uşaq birinci yarımili qutarandan sonra bunun adı fənn müəllimi və fənn müəllimi direktorun adına təqdimat yazır. O təqdimat göndərilir idarəyə və o uşağı imtahana dəvət edirlər. İmtahanda əsas fənlərdən imtahan verir. Ondan sonra müsahibəyə dəvət edirlər. Əgər keçirsə, yəni bu komissiyanın, bu müsahibə üzvlərinin müsbət rəyini alırsa, göndərirlər nazirliyə. Nazirlikdə də yenə eyni şəkildə yenə test verir, yenə müsahibə verir. Uğur qazanırsa bu uşaq artıq 2-ci yarımili 3-cü sinifdə oxumur. 2-ci yarımili oxuyur artıq 4-cü sinifdə. Bu şagirdin, mən 3-cü sinifdə oxuyan şagirdin öz sinif yoldaşları 3-cü sinifi bitirdiyi halda bu 4-cü sinifi bitirir. Onun sinif yoldaşları 8-ci sinifi bitirdiyi halda bax 2-ci yarımildən 9-cu sinifdə deməli təhsil alır. Ona görə o 9-cu sinifi bitirir. Yəni 1 il tez bitirir. Aydın oldu? Bu olur vaxtından əvvəl məktəbi bitirmə. Məsələn, sizə sual verə bilərlər ki, direktorsuz, məktəbinizdə istedadlı şagirdlər var. Hansı tədbirləri görərsiniz müəllimə? Hansı tədbirləri siz görərsiniz? Baxırsınız ki, istedadlı şagirdlər var. Nurə müəllimə. Elə bildim, ümumi sual verirsin mənə. Yox, nə deyim mənə? Yəqin ki, onların potensialına uyğun, yəni nə bilim, neyniyə bilərik? Gəlin bir həm situasiya uyğun cavab verək, həm də qanunla. Qanunla mən bilirsiniz çox təəssüflənirəm ki, indi qanundan çox az sual verirlər. Sual verirlər. Yəni qanunu bilməyən bir direktor, bir müavin necə olar? Əvvəl siz necə qanunlardan sual verirdilər? İndi bilmirəm, artıq bilirlər ki, qanunları müəllimlər əzbər bilir. Yəni elə çox qanun da zaten yoxdur, oturub öyrənmək olur. Amma daha yaxşı olar ki, siz daha peşəkar səviyyədə qanun ilə situasiyanı əlavə edərsiniz. Baxın, mənim sualım nə oldu? Peşəkar istedadlı şagirdləriniz var. Siz bununla hansı tədbirləri görərsiniz? Birinci, məktəbdə fərdi təhsil açmaq olar. Baxın, bu şagirdlər üçün. İstedadlı şagirdlər üçün fərdi təhsil açmaq olar. Orada da maksimum 3 dənə şagird ola bilər. Bunun haqqında da ətraflı keçəcəyik. Yəni fənn müəllimi, tutalım ki, ixtisasınız nədir sizin? İbtidai.
İbtidai İbtidai. Biz bu fərdi təhsil xüsusi istedadlı şagirdlər üçün 5-ci sinifdən başlayır. İbtidaidə yoxdur. İndi ibtidai sinif müəllimisiniz, belə istedadlı şagirdiniz varsa, 5-ci sinifdə artıq oxuyanda oradakı müəllimlərə deyirsiniz, direktora təqdimat yazır, pedaqoqlarla müzakirə olunur və bu uşaq fərdi təhsilə deməli cəlb olunur. Təbii ki, yenə idarəyə direktor müraciət edir, orada uşaq imtahan verir. Əgər istedadlıdırsa, fərdi sinif açılır. Fərdi sinif nə deməkdir? Orada maksimum 3 dənə şagird olur. Və hər 3 aydan bir də monitorinq keçirilir. İndi ola bilər ki, uşaq daha yaxşı oxusun, ola bilsin ki, oxumasın. Oxumayanda fərdi təhsil dayandırılır. Sonra istedadlı şagird üçün biz bir də nə edə bilərik? Sərbəst təhsil. Az öncə dedik. İstedadlı şagird varsa, sinif yoldaşlarından da qabaq məktəbi bitirə bilər. Fərdi təhsili dedim, sərbəst təhsili dedim. Başqa yadınıza düşən var müəllimlər? Qanunla istedadlı şagirdləri nə edərsiniz? İstedadlı şagirdlərini hansı tədbirlər görərsiniz? Olimpiyadaya cəlb eləyərsiniz, fən müsabiqəsinə cəlb eləyərsiniz, düzdür? Yarışlara, müsabiqələrə cəlb eləyərsiniz. Dərnək, dərsdən kənar məşğələlər açmaq olar onlar üçün. Dərsdən kənar məşğələ şagirdin marağı üçündür, maraqları üçündür. Yəni siz dərsdən O istedadlı şagirdlər, mən şəxsən istedadlı şagirdlərdən bir necə siyahı tutaram məktəbdəki mənim şagirdlərim filan istedadlara sahibdir. Onlara istedadlarına görə qruplaşdıraram və təbii ki, bu sahədə istedadlıdırsa, deməli onun sahəyə marağı var. Həmin sahə üzrə dərnək yaradaram. Deməli bunun adını nə qoyarsınız? Bax yaratdınız, düzdür? Adını nə qoyarsınız? İstedad bankı. Əslində məktəb rəhbərinin bir istedad bankı deyilən bir Bəli. əlində bir baza olmalıdır. Ümumiyyətlə müəllimlər indi hal-hazırki müasir dövrdə hər bir məktəb rəhbəri data analitikanı bilməlidir. Data analitika nədir? Yəni əlinizdə verilənlər bazası var. Bilirsiniz ki, siz 1-dən 11-ci sinifə qədər məsələn 1A sinifində, 5A sinifində, 10A sinifində bu fəndən istedadlı şagirdiniz var. Siz həmin onları istiqamətləndiririrsiniz. Adını da qoyuruq istedad bankı. Aydın oldu? Fərqli ad da qoya bilərsiniz. Mən sadəcə sizə nümunə dedim. Sonra məsələn məktəblərdə kiçik akademiya təşkil olunur. Kiçik akademiya haqqında kimin məktəbində kiçik akademiya təşkil olunur? Bizim məktəbdə var. Aha, necə təşkil edirsiniz? Bu haqqda nə deyə bilərsiniz Məmməd müəllim? Düzü yuxarı siniflər arasındadır həmin akademiya təşkil olunur. Mən ibtidai siniflər üzrə direktor müavini işlədiyim üçün o qədər də məlumatım yoxdur. Ancaq bizdə xüsusi fəallığı ilə fərqlənən şagirdlər həmin akademiyaya daxil olur. Məktəbin daxili fəaliyyətlərində həmin şagirdlərdən istifadə edirik. Misal üçün növbətçiləri biz ən çox həmin şagirdlərdən seçirik. Hansısa bir tədbir olanda həmin şagirdlərdən həmin tədbirə cəlb edirik. Aha. Belə. Məmməd xanım, sizin cümlənizdə bir dənə necə deyim, sizi geri aparan, müsahibədə uğur qazanmamanıza səbəb edən Tədbirlər, yox, tədbirlər yox. Özünüz öz səhvinizi istədim tapın. növbətçilər, Yox, o da yaxşıdır. Əslində o yaxşı fikir. bəs nədir? Nə? İbtidai siniflər üzrə saçımı? Bəli, yox, ibtidai sinifdə üzrə zavuç olmanız yaxşıdır. Sadəcə ibtidai sinif müavinisiz, zavuç yoxdur. Yuxarıdan xəbərim yoxdur. Yuxarıdan xəbəriniz yoxdur. Burada həm də Yox, bilirəm, orada təbii ki, mən elə demərəm axı. İndi onu soruşdunuz. deməyin. Xəbəriniz lap olmasa da, amma müsahibədə deməyin. Əslində necə olmalıdır? Məktəb rəhbəri direktor yanına tez-tez müşavirələr keçirtməlidir. Metod birləşmə rəhbərləri, müavinlər, təşkilatçı hamı bir araya gəlib məktəbin ümumi vəziyyətini analiz eləməlidirlər. Yəni sizdə yəqin ki, elə necə müşavirələr gec-gec keçirilir ki, ümumi məktəbin nailiyyəti haqqında tutan ki, məlumatınız olmur. Mütləq keçirilməlidir. Aydın oldu? Yəni çalışın bunu müsahibədə deməyin. İbtidainin müəllimiyəm, ibtidainin müaviniyəm, yuxarıdan məlumatım yoxdur. İnkişaf bilirsiniz necə gedir? İyerarxiya sistemi ilə, yəni aşağıdan yuxarıya doğru. Məmməd xan müəllim, siz ibtidaidə istedadlı şagirdlərinizi tanımalısınız. Sinif rəhbərlərlə işləyib tanımalısınız. Onlar yuxarıya çıxdıqca artıq bilirsiniz ki, tutam ki, 4-cü sinifə qədər bir şagirdiniz riyaziyyatdan mükəmməldir. Yəni tez hesablayır, tez məsələ həll edir, məntiqi cəhətdən çox yüksəkdir. Onda siz həmin şagird 5-ci sinifə gələn kimi hansı yarışa cəlb eləyə bilərsiniz?
Hə? Bəli, müəllim, onların hamısı siyahısı məndə var, adlı siyahısı kompüterimdə də var, hamısını qeyd eləmişəm. 5-ci sinifə gələndə həmin şagirdi Kenguru müsabiqəsinə bizdə var idi. Bax, ibtidai siniflərdə də var. Kenguru olimpiyadasında iştirak edib yer tutanlarımız var. Sonra yuxarı siniflərdə fənn olimpiyadalarına cəlb edə bilərik. Mən bilirsiniz nəyin adını gözləyirəm? Nə? Lütfizadəni. Bəs Lütfizadəni niyə demirsiniz? Hə. Lütfizadə adına Riyazi Məntiq Olimpiyadası. O əvvəl adı Məntiq Olimpiyadası idi. İndi adı Riyazi Məntiq Olimpiyadasıdır. O olimpiyadaya mütləq cəlb eləməlisiniz. 5-ci sinifdən başlayır o? O ancaq 5-dən başlayır, bəli. Ancaq 5-dən başlayır. 5-dən başlayır və o olimpiyadada şagird əgər yer qazanarsa, həmin şagird 11-ci sinifi bitirəndə bu respublika səviyyəli bir müsabiqədir. Adı nə gedir? Lütfizadə adına Məntiq Olimpiyadası. O olimpiyada Məmmədxan müəllim uğur qazansa, 11-ci sinifdə bütün illikləri 5 olsa, o uşağa qızıl medal veriləcək, qızıl nişan veriləcək. Aydın oldu. Bizim bir məktəbimizdə bir şagirdimiz var idi. O elə qızıl nişan qazanmışdı. Çünki 5-ci sinifdə oxuyanda Lütfizadə adına Məntiq Olimpiyadasının qalibi idi. Sonra Aynur müəllim, siz bir dənə sonuncu sual verim, sizdən sağollaşım. Hansı olimpiyadalar var məktəbdə? Məktəbdə hansı olimpiyadalar var? Məktəb daxilində? Bəli, bəli. Məktəbdə hansı olimpiyadalar keçirilir? Dövlət səviyyəsində, nazirlik səviyyəsində. Şagirdlərinizi hansı olimpiyadaya göndərirsiniz? Hansı olimpiyada? Bayaq yoldaş dedi, Kenguruya göndərmişik. Yəni öz məktəbimizdən deyil. Kenguru olur. Sonra digər Fən müsabiqələri var. 6-cı fən müsabiqələri. Deməli, həm fən müsabiqəsi var, həm də Respublika Fən Olimpiyadası var. Kim deyər, fən müsabiqəsi hansı fənlə keçirilir? Fən müsabiqəsi. Mən deyim, Səmirə müəllim. Buyurun, deyin müəllimə. Müşərrəf müəllim, buyurun. Deməli, fən müsabiqələrini biz uşaqları göndərdik. Riyaziyyat, təbiət, fizika, kimya, biologiya. Bunları xatırlayıram mən. Bəli. Deməli, fən müsabiqəsində biz keçirdik. Bir var olimpiyada, bir də var müsabiqə. Olimpiyada ümumiyyətlə 8-dən başlayır. Düzdür? Orada Azərbaycan dili, ədəbiyyat, 8-dən 11-ə kimi olimpiyadalardır. 5-ci sinif iqtisadi, informatika. Amma 6-7-də isə fən müsabiqəsində isə deməli burada müəllimə, yəni REFİM texniki təbiət fənləri, REFİ-də humanitar fənlərdən. Necə? REFİM-ə gedir uşaqlar, yəni şagirdlər texniki təbiət fənlərindən, REFİ-də da gedirlər humanitar fənlərdən. Niyə həm humanitar? Yox, niyə riyaziyyatdan olimpiyadalar var axı müəllimə? Həm texniki gedirlər. Həm texniki gedirlər, həm də deməli humanitar gedirlər. Niyə riyaziyyatdan gedirlər, fizikadan, kimyadan? Onda humanitar yoxdur da. Bircə informatika onlayndır, digərləri hamısı orada mərkəzdə keçirilir. Bəli, əyani keçirilir. Deməli, RFM-lar və RFO-lara şagirdləri cəlb edirsiniz. 6 və 7-ci sinif şagirdlərinə aiddir. Bu şagirdlər deməli uğur qazananda 11-ci sinif, yəni üstünlüyü odur ki, 11-ci sinifi bitirəndə bu şagirdlər qızıl nişana layiq görülürlər. Bəzən elə olur ki, məktəbinizdə istedadlı şagird olur, amma müəllimlər onları cəlb eləyə bilmirlər. Müəllimlər onu görə bilmirlər. Həqiqətən də çox acınacaqlı bir haldır müəllimlər. Elə şagirdlər... Olanla bu haqda bir-iki kəlmə danışım. Aha, buyurun. Biz istedadlı şagirdlərlə işin təşkili haqqında seminarda olduq. O şagirdlər sanki bir növ risk qrupuna daxildilər. Onlar tez həvəsdən düşə bilər. Kimsə onlara bir damcı motivasiyasını aşağı salsa özünə qapanıq uşaqlar ola bilər. Deməli, istedadlı şagirdləri birinci növbədə diqqətli olmalıdır fən müəllimi, ailəsi, hətta onun sinif yoldaşları yönəldə bilər. Bəlkə o uşaq sakit, səssiz bir uşaqdır. Xüsusi rəsm çəkmə qabiliyyəti var. Əslində müəllimlərin öhdəsinə böyük öhdəlik düşür bu mövzuda. Biz özümüz o mövzuda xüsusi diqqətlə çalışırıq. Çünki
siz görürsünüz, bax, inşa müsabiqələri var, rəsm müsabiqələri var. Həmin şagirdləri yönəldirik. Xüsusi bacarığı olan, texnologiyada nəsə hazırlayan uşaqlarımız var ki, nə olsun ki, riyazi bacarığı yüksək deyil və yaxud tarixi yaxşı bilmir. Amma o uşaqları da qabağa dartmaq lazımdır. Onlar olimpiyadada gəlib qalib ola bilər ki, orada praktik yönümlü deyil. İmtahan suallar. Yəni, ən azından şagirdin hansı istiqamətə istedadı var. Bizim öhdəmizə düşən nədir? Şagirdin nəsə bacardığına inandırmaq, nəsə uğur qazanmağa təşviq etmək ki, sən bacararsan. Hamı oxuyacaq, hamı yəni ali məktəbə qəbul olacaq deyə bir şey yoxdur. Şagirdlərin hamısı nəsə bacarsın, özünə nəsə edə bilən uşaqlar xüsusi işıq saçır sanki mənim düşüncəmdə. Yəni mən bunu edə bilirəm. Və bu cür siz az öncə bir cümlə işlətdiniz. Mən istəyirəm ki, bu cümlə haqqında müəllimlərin diqqətinə çatdırım. Müsahibədə bəzən sual verirlər ki, risk qrupuna daxil olan şagirdlər hansılardır? Bir risk qrupuna daxil olan şagirdlər hansılardır müəllimim, Müşərrəf müəllim sizcə? Ailəsi dağılan uşaqları bilirəm. Valideynləri olan uşaqları. Həbsdə valideyni olan şeyi bilirəm. Valideyni həbsdə şagirdin. Məsələn, ola bilər ki, bu uşağın anası, atası ayrılıb. Siz bunu niyə risk qrupuna daxil edirsiniz? Ya bu hər şey ola bilər də, həyatdır. Diqqətli saxlanılmalı nəzərdə tuturuq ki, yəni elə mövzu ola bilər ki, müəllim diqqətsiz yanaşar, ailə, nə bilim, elə mövzularda daha diqqətli yanaşmaq lazımdır məncə elə şagirdlərə. Bunlar sosial yardıma ehtiyacı olan şagirdlərdir. Siz bunları risk qrupuna biz daxil edə bilmərik. Risk qrupu bilirsiniz kimlərdir? Pis vərdişlərə qoşulan, pis vərdişlərdən istifadə edən şagirdlər, narkotik vasitədən istifadə edənlər, qidsə yoluxanlar. O ailənin uşaqları müəllimə, yəni elə ailədən olan uşaqlar. Anası ayrılıb, atası ayrılıb. Biz bunları və yaxud da anası rəhmətə gedib, atası, biz bunları risk qrupuna hələ ki daxil etmirik. Təhlükə görsək, artıq pis vərdişlərə bunlar istifadə eləsə, pis vərdişlərdə biz o zaman biz onları risk qrupuna daxil edəcəyik. Ümumiyyətlə Sabilə müəllimə. Bəli. Üzr istəyirəm, sözünüzü kəsirəm. Bizdə hər ilin əvvəlində psixoloqlarımız onlara göndərilmiş siyahını doldurur məlumatları. Mən ibtidai siniflərində sayını onlardan götürürəm. Onlar deyir ki, onlarda kateqoriyalar var. Orada ailə valideynlərindən biri və yaxud da hər ikisi itirilmiş, boşanmış, valideynlərdən biri və yaxud da hər ikisi həbsdə olan, davranış pozuntusu olan və s. bu kateqoriyalar üzrə olan şagirdlərin hamısı risk qrupuna daxil edirlər psixoloqlar. Bilirəm. Əslində onlar qanunla getmirlər. Gəlin mən sizə gənclər siyasəti haqqında bir qanun var. Bu problemi bilirəm. Onlar onu daxil edirlər. Baxın, bir dəqiqə görün burada. Hə. Baxın, biz gənclər siyasəti haqqında bir qanun var. Ekranı görürsüz? Xeyr, müəllimə. Ekranda heç nə paylaşmamışam ki mən. Bəs bayaqdan yazı yazıram mən. Bir dəqiqə. Mən də bayaqdan ekranda yazı yazıram. İndi paylaşacağam. Hə, bayaqlam çıxdım axı. Çıxıb yenidən daxil oldum. Aha, indi görürsüz. Bəli, görsənir. Aha. Deməli müəllimlər, baxın, gənclər siyasəti haqqında bir qanun var. Heydər Əliyev tərəfindən, yəni Ulu öndərimiz Heydər Əliyev tərəfindən 2002-ci ildə imzalanan bir sənəddir. Və burada baxın, burada bir şey sizin diqqətinizə çatdırım. Məsələn, elə bu qanunu açmışkən burada bir iki şey deyim. Məsələn, gənclər neçə yaşa qədər aid olunur? Yaşı 14-dən 29-a qədər olan şəxslər gənc hesab olunur. 29-dan sonra artıq gəncliyə doğru yoxdur, artıq biz orta nəslə doğru gedirik. 35 yaşa qədər isə gənc ailə hesab olunuruq. Azı heç olmasa bir uşaq olmalıdır və yaşı 35-dən çox olmayan tək valideyn. Yəni gənc ailə odur ki, orada bir dənə uşaq olsun və tək valideyn də gənc ailə hesab olunur. Sonra istedadlı gənclər təhsil, elm, texnika, mədəniyyət, idman və digər sahələrdə xüsusi qabiliyyəti olan gənclərdir. Baxın, burada, bu qanunda sosial müdafiə ehtiyacı olan gənclər var. Bir də var risk qrupunda olan gənclər. Bunlar hansılardır? Sosial müdafiə ehtiyacı olan odur ki, valideyni itirmiş, valideyn himayəsindən məhrum olmuş 18 yaşına qədər olan, əlilliyi olan uşaqlar,
iş yeri və qazancı olmayan məcburi köçkünlər. Yəni bunlar sosial müdafiə ehtiyacı olan gənclərdir, uşaqlardır. Amma risk qrupunda olan gənclər oldu ki, cəza çəkmə müəssisələrindən azad edilən, zorakılığa məruz qalan, insan alverinin qurbanı olan, məcburi əməyə cəlb edilən, terror təşkilatları ilə əlaqədə olan, spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən, bunlardan istifadə edən, qidsə yoluxan gənclər, baxın bunlar risk qrupudur. O psixoloqların hazırladığı o cədvəl bizim qanuna uyğun deyil. Yəni bilirəm o cədvəl haqqında məlumatım var. Elə insan var ki, valideyni itirib, onu biz niyə risk qrupuna daxil edək ki? Anadır, uşaqlarına qəşəng baxır, hətta anası, atası olan uşaqlardan da yaxşı baxır. Məsələn, mənim özümün yoldaşlarım müəllimlər, yəni çox üzrlü sayın da bu mövzuya düşüb, mən istəyirəm ki, bu haqqda qısa məlumat verim. Ataları 7 yaşında olanda adi bir, necə deyim, səhlənkarlıqdan rəhmətə getdi. Yəni apendisiti ağrı verirdi. Həkimə gec getdiyinə görə partlayıb, necə deyim, qanına zəhərləmə verdiyinə görə rəhmətə getmişdi və 7 uşaq idi. Mənim yoldaşım ki, 7 uşaqdılar. 4 qız, 3 oğlan və ana bunlara tək baxıb. İşləyib, namusu ilə, qeyrəti ilə işləyib. Bu 7 uşağı elə böyüdüb ki, inanın ki, nəsildə onlar qədər bir də mərifətli, qanacaqlı, oxumuş, hamısı 7-sin hamısı oxuyub. Hamısına təhsil veribdir. Yəni bu uşağı biz niyə görə, bu uşaqları biz niyə görə risk qrupuna daxil edək ki? Ona görə bu doğru deyil. Ola bilər ki, anası, atası yoxdur, uşaq artıq pis vərdişlərə alütəçilik edibsə, onda o zaman biz onu risk qrupuna daxil edə bilərik. Fikrimi izah edə bildim müəllimlər? Tam doğru müəllim. Müəllimə, Bəli, bizim müəllimə, çox sağ olun. mənim sinifimdə də bir nəfər var, ana özü baxır uşaqlarına. O qədər gözəl tərbiyə verir, o qədər gözəl elə bir münasibəti var başqa uşaqlarla. Özləri də məsuliyyətli uşaqlar. Onlara hətta yaşıl kart da verdim mən. Bəli. Çox belə yaşlı uşaqlardır. Yəni onu risk qrupuna daxil etmək məncə səhv olardı. Doğru deyil. Əlbəttə doğru deyil. Mən bir dəfə yoldaşımın olduğu rayona Füzuliyə getmişdim. İnanın ki, mən o cəmaət, o qohum əqrəbə qaynanamı necə qarşılayırdı. Az qala elə bil ki, necə deyim, belə diz çökürdülər də ki, sənə halal olsun. Bax elə bir münasibət ki, sən bu 7 uşağı böyütmüsən də. Asan deyil müəllimə. Vallahi bir dənə 2 dənə uşağı zorla güc bala ilə böyüdürük. Atasız 7 uşağı böyütmək hər qadının işi deyil də. Yəni özü istəyən də olub, ailə də qurmayıb, uşaqlara həsr eləyib. Ona görə elə sözü düşmüşkən dedim ki, bu uşaqları qanuna da söykənib deyirəm ki, risk qrupuna daxil etmək doğru deyil. Belə, sonra gənc alim və tədqiqatçılar da yaşı 35-dən çox olmayan, yəni 35 yaşa qədər gənc alim hesab olunur. Ümumiyyətlə müəllimlər, bir şey nəzərinizə çatdırım ki, insanın orqanizmi 22 yaşdan sonra qocalmağa başlayır. Bax bir də görürsüz 30 yaşında biz görürük ki, saçlarımız ağardı, yəni yavaş-yavaş başlayır da, dən düşür. Onlar elə 30 yaşında, 35 yaşında olmur ki, elə 22 yaşından yavaş-yavaş qocalmağa başlayır. Yəni bioloji cəhətdən, tibbi cəhətdən orqanizm artıq 22 yaşdan qocalmağa başlayır. İmtahanlara hazırlaşa qocallıq biz. Tam özümüzü formalaşanda, özümüzü tutanda heç nə, əcəl gəlir. Həqiqətən elədir. Əcəl. 29 yaşım var, özümü 59 kimi hiss edirəm. Məmməd xan, mən bunun bir dənə üsulunu deyim, neyləyin? İdmanla məşğul olun. Valla idmanla Elə bildim deyəcəksiniz ki, ərsənizi yazın çıxın. bir gündə 15-20 dəqiqə idmana özünüzü həsr eləyin. İdmanla məşğul olun. İnanın ki, o qədər gümrah olacaqsınız. Bir də tez yatın. O idmanla hər vaxtaşırı məşğul oluram. Yəni vaxtım, imkanım çatan qədər. Ancaq problemlər, nə bilim, işdəki problem. İşimiz elədir ki, olsa problem bitmir. Ay Məmməd xan, valla onu gözləsəz ki, bitəcək, bitməyəcək. Yox, gözləməyin də bitmirəm və alışmışam artıq, barışmışam. Barışmısınız, hə? Qədərimiz budur. Bir neçə yaşında idmana başlasan, o yaşda da qalacaqsan. 40 yaşda başlasan, 40 yaşda, 50 yaşında da 40 yaşda kimi görünəcəksən. Heç nə idmana başlamasan, daha tez qocalacaqsan. Belə, davam eləyək. Aynura müəllimə, fikrimi izah eləyə bildim. Yəqin ki, aydın oldu. İndi isə keçirim digər müəllimə. Burada siyahıda kim var? Gəlin görə Aynura müəllimədən soruşdum.
AK adı ilə yazılan hansı müəllimdir? AK adı ilə. Buyurun, tez açın mikrofonu. Uyğun deyilsinizsə, deyin ki, uyğun deyiləm. AK adı ilə kimdir daxil olan? Ay müəllimlər, tez olun biraz. Müəllim kimdir görəm, özüm açım ondan. AK adı ilə daxil olan kimdir? Şübhə ki, müəllim bilmirdi hansı adla daxil olub. Aysel Əkbərova. Aysel Əkbərova. Samra müəllimə, axşamınız xeyir. Salam, axşamınız xeyirli olsun. Necəsiz? Sağ olun Samra müəllimə, siz necəsiz? Mən də yaxşıyam müəllimə. Başlayaq. Deməli müəllimə, təhsil haqqında qanunda edilən ən son dəyişiklik hansıdır? Ən son dəyişiklik. Təhsil haqqında qanunda. Bəli. Ən son dəyişiklik hansıdır? Ən son dəyişikliyi əmək məcəlləsindən bilirəm. Amma Qanunda təhsil da haqqında bilməliyik. qanunda yadıma düşmür hal-hazırda. Bilirsiniz hansıdır? Bax biz məsələn deyirdik ki, şəhid ailəsinin üzvləridir. Sonra Çernobildə Müəllimə, bir də amma deyirsiniz mina təmizləyən ərazilərdə həlak olmuş, yəni mina təmizləyənlərin övladları pulsuz təhsil, ödənişsiz təhsil alacaqlar, ali təhsil. Tamamilə doğrudur. Bu qanunu cənab prezidentimiz yeni imzalayıb, əlavə olunub. Əlavə olunub, təhsil haqqında qanuna əlavə olunub ki, mina təmizləyən ərazidə həmin şəxs dünyasını dəyişibsə, onun uşağı da şəhid ailəsinin üzvləri kimi ödənişsiz təhsil alacaq. Ödənişsiz təhsil alacaq. Əslində məni bir şey maraqlandırır ki, bunlar görürsən şəhid sayılmır. Heç belə qarşılaşmamışam. Şəhid məsələn gedib mina təmizləyirlər də bilə-bilə ölməyə gedirlər. Bunlara şəhidlik statusu verilir görəsən. Əslində verilsə yaxşı olar da müəllimə. Onlar da sayılır da. Yaxşı. Gəlin indi qanundan biraz sual verim, sonra da situasiyadan sual verərəm. Mən ümumiyyətlə baxın müəllimlərlə sual-cavab edirəm. İndi özünüz də sual verirsiniz də ki, bu sualı hansı səviyyədə bilirsiniz. Necədir vəziyyət? Özünüzə sualları cavablandıra bilirsiniz? Bəli müəllimə, yavaş-yavaş, yəni oxuduqca, yəni baxıram ki, fərq hiss olunur. Tədris planı nədir? Tədris planı nədir müəllimə? Tədris planı həftəlik dərslərə verilən saatların miqdarı. Bəli. Fənlərə və dərsdən kənar məşğələlərə ayrılan saatların miqdarı. Müəllimə, kim tədris planında dəyişiklik edə bilər? Tədris planında kim dəyişiklik edə bilər? Elm və Təhsil Nazirliyi. Bəli, dövlət səviyyəsində də Elm və Təhsil Nazirliyi, nə buna direktor, müavin, nə bunu idarə rəhbəri, region rəhbəri heç kim müdaxilə edə bilməz. Buna ancaq deməli nazirlik buna dəyişiklik edə bilər. Müəllimə, bu il tədris planında hansı dəyişikliklər oldu? Tədris planında. Həyat bilgisi fənni ilə bağlı deyirsiniz müəllimə? Bəli. İndi həyat bilgisi artıq Təbiət bizdə də keçirilmir. Verildi hansı fənnə? Biologiya verildi də. Gələn ildə verildi. Bir də 9-da qalıb. Həyat bilgisi bir dənə 9-da qalıb. 7-ci sinifdə kimyaya verildi. 8-ci sinifdə biologiya verildi. Sonra 6-cı sinif. Müəllimə, bir də deyəsən texnologiya 9-cu sinifdən götürüldü. Rəqəmsal keçirilir də. Rəqəmsal olan məktəblərdə rəqəmsal keçirilir. Sizin məktəbdə var texnologiya? 9-cu siniflərdə bu il keçirilmədi, bu ildən götürüldü. Kimin məktəbində rəqəmsal yoxdur? 9-cu sinifdə. Bizdə yoxdur müəllimə, bizdə yoxdur. Rəqəmsal deyil, amma texnologiya qalır. Hətta rəqəmsal olanda texnologiya olmur. Texnologiyanın hesabına keçirilir də rəqəmsal. Deməli, adınız yadımdan çıxdı. Aysel müəllimə, bəs siz özünüz tədris planında hansı dəyişiklik etmək istəyirsiniz? Yəni təklif irəli sürün, yeniliyinizi deyin, hansı yeniliyi etmək istəyirdiniz tədris planında? Tədris planında. Bəli. Mən istəyərdim məntiq fənni əlavə olunsun. Aha, bəli. Onu deyirsiniz müəllimə. Məntiq olmalıdır. Sonra həqiqətən çox gərək görürəm ki, yəni Sabirə müəllimə, ikinci xarici dillər tamamilə artıq bir 10-11-də qalıb təkcə. Mən də bir də ikinci xarici dilə müəllimə saatı artırardım da.
1 saat əlavə. Artırmaq yox, məncə ləğv eləyərdim. Çünki şagird bir dili məcbur güclə öyrənir. 2 xarici dili bu şagird necə öyrənəcək? Özü də həftədə 1 saat, lap 2 saat olsa yenə azdır. Elə həmin o 1 saat kəsb məntiqə versinlər, daha məntiqlidir. 2 saat olsa yaxşı olar, öyrənər uşaqlar. Siz deyirsiniz 1 saatla yaxşı öyrənmək olmur da. Ümumiyyətlə deyirsiniz ki, Məmməd xanım təklif edirsiniz ki, ikinci xarici dil olmasın. Bəli, müəllim. Zaten deməli rus bölməsində artıq ikinci xarici dili 10-11-də saxlayıblar. Çünki rus bölməsində təsəvvür edin ki, vəziyyət necədir. Zaten bunlar xarici dildə təhsil alırlar. Məsələn, rus bölməsinin uşaqlarıdır, düzdür? Həftədə 2 dəfə Azərbaycan dilini dövlət dili kimi keçirlər. Oldu mu ikinci dil? İngilis dilini əsas xarici dil kimi keçirlər. Oldu 3 dil. Bir də ki, ikinci xarici dil, yəni məktəbdə alman dili ola bilər, fransız dili ola bilər. Mən yaxşı oxumasa da uşaqda anlayışı olur o dildən. Yəni nəyi pisdir ki, ikinci dilini öyrənmək? Müəllimə 4 dil çoxdur da. Yəni 4 dil çoxdur. Olsun. Ən azından baza olur da müəllimə. Vallahi olmur. Hələ orada qalırlar. Yəni yarımçıq qalırlar. Vallahi Vallahi yaxşı dərs keçən olsa uşaq azdan çoxdan götürür. Bizim cəmiyyətdə əksəriyyət adamı məntiqi yoxdur. Həqiqətən danışanda da adam hiss edir ki, bu məntiqsiz danışır. Cəmiyyətimizdəki insanların bilmirəm, bəlkə də indi acı reallıqdır, kimsə məndən razılaşmaz. 60-70% məntiqsiz danışır, məntiqi yoxdur. Elə ondan sonra bu ikinci xarici dilini öyrənən kimi məntiq öyrənər, düşüncə qabiliyyəti formalaşar. Bəli. Məntiq və bütün işə qəbulda, bütün liseylərə qəbulda, sonra magistraturanın qəbulunda, başqa harda var? Məntiq ilə hər yerdə var da. Xaricə Dövlət qulluğunda var. Dövlət qulluğunda, sonra hansı fənlərdə harda var? Yəni məntiq hər yerdə var. Yeganə fəndə keçirilmir. Ən əsas gündəlik həyatımızda da var Samirə müəllim. Cənab nazirimiz çıxışının birində demişdi ki, bizdə müəllimlər var ki, dinləyib anlama qabiliyyəti yoxdur. Bu qulaq asdığın başa düşə bilmir. Bunda o məntiq yoxdur ki, qulaq asdığın başa düşə. Yəni bu bizim gələcəyimiz üçün çox vacibdir, məntiq əlavə eləmək. Məntiq fənni əlavə olmalı. Bir də mən həmişə deyirəm, hüquq fənni olmalıdır. Uşaqlar məktəbi bitirəndə deyirik ki, şəxsiyyət yetişdirilsin. Bu hüququnu bilməyən vətəndaş şəxsiyyət necə olacaq? Təbii ki, heç nə, kör-körənə olacaq. Psixologiya ilə bağlı Bir də psixoloqlara mən istəyərdim ki, saatlar ayrılsınlar Samirə müəllim. Uşaqlarla məşğul olmaq üçün. Uşaqları tanımalıdırlar da. Bax, siz hansı uşaqları daha yaxşı tanıyırsınız? Dərs dediyiniz sinfin uşaqlarını tanıyırsınız, müəllimə. Dərs demədiyiniz sinfin uşaqlarını tanıya bilərsiniz. Bu yazıq psixoloqlar bir bunlara imkan verin ki, bu getsin, sinfə girsin, uşaqlara dərs desin, psixologiya ilə bağlı və onları qoy tanısın. Tanımaya psixoloqlardan biz yüksək performans gözləyirik. Sonra nə artırmaq olar müəllimlər? Sonra tədris planı ilə bağlı. Məsələn, şahmat. Şahmat istəyərdim ki, müəyyən edilmiş məktəblərdə var. Yəni o da ki, 3-4-cü siniflərdədir. Məsələn, şahmatı 9-cu sinifə qədər eləsələr yaxşı olardı. Çünki şahmatla bağlı uşaqlar yarışa gedirlər, uğur qazanırlar, dərəcə alırlar, peşə sahibi olurlar. Bax, şahmat fənnini də istəyərdim ki, daxil edilsin. STEM dərsləri var, çox maraqlı bir layihədir. Aha, bəli. Ancaq əksəriyyət məktəbdə yoxdur. O əlavə olunsa çox gözəl olar. Şəraitdəndir də müəllim, Məmməd xan müəllim, şəraitdən. Məsələn, bizim məktəbdə də yoxdur, çünki şərait yoxdur. Növbəti tədrisindən məncə əksəriyyət məktəblərdə olacaq. Bakı, Abşeron. Olmağı yaxşıdır. Bəli, çünki bizim məktəb 1300 nəfərlik məktəbdir. 5000-ə yaxın şagird təhsil alır. Yəni yoxdur, şərait yoxdur. Aysel müəllimə, deməli tədris planı haqqında da danışdıq. Sonra burada dəyişikliklər haqqında da danışdıq. Prinsiplər haqqında nə deyə bilərsiniz? Təhsilin və siyasətinə bəli. Bu prinsipləri öyrənin, əzbərləyin. Çünki nə vaxt idi sonuncu müsahibə? Fevral ayında müsahibə olanda bu prinsiplərdən sual verilmişdi. Bir var idarəetmə prinsipləri. İdarəetmə prinsipləri ilə dövlət siyasətinin prinsiplərini qarışdırmayın. Dövlət siyasətinin prinsipləri bilirsiniz nə deməkdir? Yəni dövlət hansı prinsiplərlə bu təhsili idarə edir? Humanist, demokratik, şəffaflıq, onu deyirsiniz, humanistlik, varislik. Aha.
millilik, dünyəvilik, keyfiyyətlilik, Hı. səmərəlilik, fasiləsizlik, varislik, liberallaşma və inteqrasiya. Yəni dövlət bu prinsipləri əsas tutaraq təhsili deməli idarə edir. Bir də var məktəbi necə idarə edərsən, hansı prinsiplərlə idarə edərsən, yəni idarə etmənin prinsipləri. İdarə etmənin prinsipləri. İdarə etmənin prinsipləri də hansı ola bilər? İdarə etmənin prinsipləri. Demokratiklik ola bilər, şəffaflıq Mhm. ola bilər. Məsuliyyətin bölüşdürülməsi. Hesabatlılıq, Bəli, məsuliyyətin bölüşdürülməsi, bölüşdürülməsi. bir də inkişafın Bir monitorinqi. də şəff Bu belə qoymuş səliqəsiz yazdım. Bir də inkişafın monitorinqi. Aydın oldu? Bu baxın bəzən direktor deyir ki, mən bütün işi özüm eləyirəm. Mən amanın günüdür, müsahibədə belə şey deməyin ki, hər işi heç kimə etibar eləmərəm, özüm eləyərəm, çalışıram ki, özüm eləyim, özümə inanıram, işçilərə inanmıram. Belə olmaz müəllimlər. Onda siz rəhbər yox, elə siz də işçisiniz. Əgər oturub bütün işi özünüz görürsünüzsə, siz bilin ki, sadəcə formalisiz bir rəhbərsiz də, yəni adınız rəhbər gedir, amma əslində siz elə işçisiniz. Rəhbər iş görmür, rəhbər işçiyə işi gördürür, sonda hesabat alır, sonda nədir, nəzarət edir, sonda o işə dəstək olur. Dəstək ola bilərsə, amma oturum özüm işləyim, bu idarə etmə deyil. Onda siz idarə edən deyilsiniz. Aydın oldu? Sonra məsələn elə məktəb direktoru var ki, otağından bütün günü çıxmır. Oturur bütün gün kompüterdə, bütün işi özü görür. Bu idarə etmə deyil. Məsələn, bu da elə o da işçidir. Aydın oldu? Razısınız Asiyə müəllimə yoxsa yox? Oturub özünüz Bəli, Samira müəllim. Bəli. yoxsa oturub özünüz görərsiniz bütün işləri? Xeyr, elə liderin də əsas xüsusiyyətlərindən biri odur ki, düzgün bölüşdürmək. Məsuliyyətin bölüşdürülməsi. Bəli, tamamilə doğrudur. Deməli, məsuliyyəti bölüşdürməlisiniz və işçilərinizə inanmalısınız. İnam çox yaxşıdır. Sonra işlətməyə bacarmalısınız. Ən əsası da kim nəyi bacarırsa ona uyğun iş tapşırır. Bir nəzarət mexanizmi qurulmalıdır da, Bəli. Samira müəllim. Daha sonra hesabat aparılmalıdır. Görülən işlərin hesabatı. Kimə nəyi tapşırmalısınız, onu bilməlisiniz. İşçilərinizi tanımalısınız. Aydın oldu? Məsələn, elə işçiniz var ki, işləmir. Məsələn, abidən sual, maraqlı sual yadıma düşdü. Sizi direktor təyin ediblər müəllimə. Gedirsiniz, görürsünüz ki, müavininiz işləmək istəmir. Qızım, bunu da götür. Müavininiz işləmək istəmir. Bax, bu sualı da veriblər. Aha. Öncə bu problemin səbəbini araşdıraram. Aha. Yəni məsələnin səbəbin nə olduğunu öyrənərəm. Daha sonra Səbəbini lazım olarsa dəstək göstərərəm də müəllimə. Hər hansı bir çətinlik ola bilər. Mane olsun. hər şey eləyirsiniz, fərdi danışırsınız, səbəbini öyrənirsiniz, humanist yanaşmaq istəyirsiniz. Hər bir variantı əl atırsınız. Amma siz ki, bu baş üstə deyir, münasibətləri də pozmur ha. Belə inanın ki, gedib belə hallarla o qədər rastlaşacaqsınız ki, münasibətləri də pozmur. Baş üstə deyir, o getdi, işdə qaldı elə. Nə iş görür? Yəni öz vəzifəsini icra eləmək istəmir Samira müəllimə, yoxsa ümumiyyətlə işdən çıxmaq istəyir? Yox, biz necə vəzifədə qalır, işdən çıxmır. Prosta verdiyiniz tapşırıqları yerinə yetirmir. Məncə bu qanuna zidd bir şeydir də. Yəni o əmək funksiyasını yerinə yetirmir. Bəli, əmək funksiyasını yerinə yetirmirsə siz hansı tədbiri görərsiniz? Buna məncə xitam vermək lazımdır da. Xəbərdarlıq vermək lazımdır. Yəni qanuni çərçivədə baxmaq lazımdır da. Öncə bununla söhbət eləyirik fərdi. Yəni bu heç bir effekt vermirsə, onda qanun çərçivəsində həll edirik. Məcəlləsinə uyğun tədbirlər görün. Siz müavini işə götürən deyilsiniz ki, siz də işdən çıxardasınız. Məktəb direktorunu. Samira müəllimə, amma onu sizdən soruşacaqdım. Amma müavin işə qəbul olanda direktorun adına hər yazır işə götürülməsi üçün. Bəli. Çünki əmasda o işləyir də. Əmasda o işləyir. Bəs işə götürən o deyilsən, niyə onun adına yazır ki, xahiş edirəm mən işə götürüm? Yox, niyə onun adına yazırsınız ki? Əmin Mehmet xanım, onun adına yazmırsınız axı. İdarə rəhbərinin adına yazırsınız.
Mən də onu maraqlandım. Mən şəxsən işə qəbul olundu. Mən dedim ki, bəs belə dedilər, yox, direktorun adına yazacaqsan və direktorun adına yazdım. Amma mən bu təzəlikcə səhv eləmirəmsə təhsil haqqında qanunda elə bir cümlə qarşıma çıxdı ki, müavinləri, işçiləri direktor işə qəbul edir. Yox, direktor qəbul eləmir. Bu işə qəbul olandan region rəhbəri qəbul edir. Mən özüm şəxsən təyinat alanda direktorun adına ərizə yazmadım. Mən idarə rəhbərinin adına ərizə yazdım. Onu maraqlandım, tapsam çəkib ataram sizə. Sizin kitabda görmüşəm səhv eləmirəmsə elə bir Bu cümlə. müavinləri regional götürür işə, yoxsa müddə? Regional. Müddət şeyi götürür. Direktorları. Müddət direktoru götürür. Aydın oldu. Deməli, məktəb rəhbəri olaraq işləməyən müaviniz haqqında hansı tədbiri görməlisiniz? Heç nə, siz onunla birinci danışırsınız, məsələni araşdırırsınız, nəticə verilmirsə əgər, artıq onun bütün işlərini aktlaşdırırsınız, əlinizdə sübut olmalıdır və ondan sonra idarəyə o sübutlar ilə təqdimat yazırsınız. Aydın oldu. O sübutlar ilə təqdimat yazırsınız. Təqdimat yazandan sonra artıq idarə rəhbəri məsələni araşdıracaq və ondan sonra həmkarlara məktub göndərəcək. Əgər o həmkarlarla müzakirə olunacaq, təsdiqini taparsa, o insanın işinə xitam veriləcək. Və özü hansı maddə ilə xitam veriləcək müəllimə? Sizcə 70-in C-si ilə müəllim. bəli, 70-in C-si ilə xitam veriləcək. Əlavəniz varmı, dəyərli müəllimlər? Bu ilə bağlı nəsə əlavəniz varmı? Birinci özdə çalışmaq lazımdır ki, gedib işlədəsiniz. Onunla necə deyim, məsələni aydınlaşdırasınız, öyrədəsiniz, idarəetməni öyrədəsiniz. Bizdə elə bir müəllimə var idi, müəllimə. Həmkarımız daha doğrusu müəllim idi. Yəni onun hansı tədbirlər görüldüsə, yəni gəlmədi də işə. İmtina elədi işə gəlməkdən. İşə gəlmək bu başqa məsələdir, Aysə müəllimə. Mən dediyim odur ki, bu insan hər gün işə gəlir, boş-boşuna vaxtını keçirdir, gedir. Ona da elə xitam verildi o maddə ilə. Amma işə ümumiyyətlə gəlmirsə, müəllim idi, işə gəlmirdi, düzdür? Bəli. O da heç nə də, onu direktor yenə OMF funksiyası yerinə yetirmədiyinə görə 70-ci C-sinə əsasında işlə. Amma bir Yəni hansı tədbirlər gördüsə heç bir təsir olmadı. Mənə maraqlıdır, o niyə gəlmədi? İşləmək istəmirdi. Nə dedi işdən çıxmıram, nə işə gəlmək istəmirəm. Əcəb, yəqin psixoloji problemi olub həmin şəxsin. Nəsə. Aha. Yaxşı, müəllimə, bir dəqiqə. Gimnaziya ilə liseyin fərqi nədir? Gimnaziya ilə liseyin fərqi. Gimnaziya məncə humanitar fənlər yönümlü olur. Bəli. Lisey isə daha çox texniki yönümlü olur. Və indi bilirsiniz ki, lisey və gimnaziyalara qəbul əvvəl 5-ci sinifdən idi, indi isə 7-ci sinifdən. 7-ci sinifdən olur. Sonra 7-ci sinifdən olur. Burada demək prinsiplər haqqında sual verdim. Standart nədir müəllimə? Standart. Standart təhsil alana qoyulan dövlət tələbi. Bax, qiymətləndirmə standartı var, düzdür? Məsələn, şagirdlərin qiymətləndirmə standartı. Biz neçə dövlət deyir ki, 30 bal topladı, bu şagird növbəti sinifə keçir. 60 bal topladı, 4 yazırsan. Bir dəqiqə mənimlə bunu gözəldir. Dəqiqə gözləyim. Sonra 81 bal topladı, 5 alır. Ölçü vahidi ola bilər də yəqin ki. Bunu dövlət qoyur da, düzdür? Siz 30 bal toplayanı sinifdə saxlaya bilmərsiniz ki, düzdür? 30 bal toplayanı sinifdə saxlaya bilmərsiniz. Sonra, yəni dövlətin qoyduğu bu standartdır. Sonra müəllimlərin qarşısına da dövlət standart qoyur ki, 30 bal topladın, sən 5 il qalıb işləyə bilərsən. Və maaşın 10% artacaq. Yox, 51 bal topladın, maaşın 35% artacaq. Baxın, dövlətin qoyduğu nədir? Bu tələbdir. Və iqtisadiyyatçıların fikirləşdiyi bir tələdir bu. Tələb yox, artıq tələdir ki, bütün hamı maaşı hər il artdığı halda müəllimlərin maaşı 5 ildən biri artır, özü də 35%. Məsələn ki, niyə havaya artsın ki maaş? Əziyyət çəksinlər artsın. Maaş artımı deyil ki, maaş azalmasıdır. Siz təsəvvür edin ki, bizdə əvvəllər necə idi? Hər il 10% artırdı, 5 ilə 50% eləyirdi hamının.
İndi təsəvvür edin ki, hamı 51 bal toplamır axı. Görün neçə Bəli. min insanın maaşı 5 il ərzində cəmi 10% artır. Və nə qədər də O da maaş artımı deyil, maaşa əlavədir. heç maaş artımı da düz deyirsiniz. Heç bu maaş artımı da deyil heç. Maaşa əlavədir. Maaş artımı ümumiyyətlə yoxdur. Maaş artır ki, Məmmədxan müəllimlərin. Xeyr, sadəcə sertifikasiyada keçənlərə əlavə verilir. O da müəllimin təqaüdə çıxan zaman onun pensiya balansını hesablayanda nəzərə alınmır. Maaş artımı. Sonra Axır dəfə maaş artımı. məzuniyyət pulunu hesablayanda nəzərə alınmır. Məncə 2 il bundan öncə olubdu maaş artımı. Maaş artımı. Mənim yadıma gəlmir. Çoxdandır mənim müəllimlərim sertifikasiya olandan müəllimlərin maaşı artmayıb ki, heç müəllimlər. Sertifikasiyadan 2 il qabaq artmışdı, səhv eləmirəmsə. Artıq 7 ildə artmır da, belə çıxır. Bəli. Müəllimə 2002-də mən işə girmişəm. Tam ildən təzədən işə girdim. Orada elə bir 10% artdı o yanvar ayı. 7 il olmaz müəllimə, 3 il olar. Yox, müəllimlər çoxdan da artmır. Sertifikasiya başlayıb artmır. 6 il var rahat ki artmır. 6 il var. Bəli, bəli. Çünki sertifikasiya olandan maaş artımı mən eşitməmişəm olsun. Yox, müəllimə mən 2020-də işə qəbul olmuşam. Mən qəbul olandan səhv eləmirəmsə 1 il sonra 10% idi. Nə idi? Belə bir şey oldu 2021-də təxminən. Bəli. 1 il oldu, sonra sertifikasiya başladı da 2022-dən sertifikasiya başladı. Hə, bəli, elə bir şeydir. 2021-də olub maaş artımı, 2022-də sertifikasiya başladı, ondan sonra da olmadı. Maaş artımı olmuyor. Yaxşı, Asiya müəllimə çox sağ olun, var olun. Müəllimə siz saytından da qeydiyyatdan keçirmişəm. Heç oradakı videolara baxırsınızmı, qanunları? Bəli, müəllimə, orada yerləşdirdiyiniz videoların hər birinə baxmışam. Əlavə YouTube-dan da baxıram. Gündə 3 dənə, 4 dənə belə. Ancaq yerləşdirdiyim kanal videolar hansılardır? Ödənişsiz o məsələn hər qrup açanda 1 dənə, 2 dənə ödənişsiz dərs keçirəm, onlardır. Amma bütün ödənişli qruplarımın dərslərini qanundur, hər bir şey yerləşdirmişəm artıq saytda. Ondan mütləq faydalanın. Onlara da baxıram, bəli. Sonra elə bu canlı dərslərimi də orada yerləşdirəcəm. Ola bilər ki, məsələn, bir 10 gündən sonra kimsə daxil olmaq istəyir, oradan girib faydalana bilər. Sağ olun Asiya müəllimə, çox sağ olun. Siz sağ olun müəllimə, çox sağ olun. Sonra burada Birəm o sayta daxil ola bilmədim də. Bu gün də getdim informatika müəllimlə əlaqə saxladım. Proqramistlərə də getdim, alınmadı ki, alınmadı. Yenidən geyim yaratdılar. Nə? Müəllimə, siz Könül müəlliməsiz? Günay müəllimə, Gəncə yazılan. Günay müəllimə, valla mən nə edirəm? Mən sizi düz 3 dəfə saytdan qeydiyyatdan keçirtmişəm. 3 dəfə. Sizə kod, parol, 3 dəfə ayrı-ayrı kod, parol vermişəm. Müəllimlərdən Aysel müəllimə, siz mənə bir dənə salam yazın. Nömrəniz qarşıya gəlsin. Mən Günay müəllimənin nömrəsini sizə verərəm. Bir dənə o Günay müəlliməyə dəstək olun da. Olar Aysel müəllimə. Siz saytdan istifadə edə bilirsiniz. Bəli, müəllimə, eləyə bilirəm. Yaxşı. Oldu. Mənə bir dənə salam yazın, mən sizə göndərəcəm. Günay müəllimənin nömrəsini göndərəcəm. Bilmirəm, nə problemdir. Müəllimə deyə bilmir. Oldu, sağ olun, var olun. Keçim Cəmilə müəlliməyə, Cəmilə Fərzəliyeva. Bəli, müəllimə. Salam. Salam. Necəsiz? Çox sağ olun müəllimə. Yaxşıyam. Başlayaq. Məktəbin ortalama qiymətini necə çıxartmaq olar? Siz müəllim işləyirsiniz? Bəli, müəllim işləyirəm. Elə bir ki, mən əvvəllər kənd məktəbində işləmişəm. Elə bir ki, 16 il. Ondan sonra MİQ imtahanından keçib Fatma kənd orta məktəbində fizika müəllimi kimi çalışıram. 2022-ci ildə mən o il daxil olmuşdum. Sertifikasiya olmuşdu müəllim. 10% artım oldu. Yəni mən 300 manat alırdım. Dəqiq yadımdadır. 10% artım oldu. 330 manat oldu. Ondan sonra yəqin ki olmadı da. 2000 neçə? 2022. Ola bilər ki, sonuncu ildə sertifikasiyadan qabaq olur da. Yox, sertifikasiya vermişdi. İbtidai sinif müəllimləri vermişdi. O biri müəllimlər verməmişdi. Ədəbiyyat həmən ili verdi. Dil ədəbiyyat müəllimləri. Belə bir iş yeri ilə əlaqədar olaraq da təzə işə çıxmışdım deyinə yadımda qalıb. Müəllimə dil ədəbiyyat 2023-də verdi axı. 2023-cü ildə.
Bəli, o ibtidailərdən sonra verdilər. Ha, götür qızım. İbtidailərdən 2023-də sonra. Yəni ondan sonra verdilər, Vaxtımız bəli. bitməsin, ay müəllimlər. Ola bilər nəyisə qarışdırır. Mən onu bilirəm ki, sertifikasiya olandan maaş artım. Yoxdur, gəlin başlayaq. Cəmilə müəllimə, dərs cədvəlini hazırlamaq üçün nələr lazımdır? Hansı tələblərə əməl etməliyik? Əlimizdə hansı resurslar olmalıdır? Deməli, müəllimin bir günə 5 saatdan artıq dərs olmamalıdır. Neçə saatdan? 6 saat, 5-6. Müəllim, ikinci ismin, birinci ismin məsələsi var. Məsələn, bizim məktəbimizdə elə olur ki, bir müəllim 7-8 saat dərs keçirir bir gündə. O doğru deyil də. 6 günlük İki məktəblərdə ismin dərs bu doğru verir. deyil. Bu gündəlik iş saatı normasını pozur. Əgər məktəb 6 günlükdürsə, orada bir günün iş saatı 6 saat olmalıdır. 6 eləyir 36 saat. 5 günlükdür. 5 günlükdə isə hə 7 saat olar. 4 dəfə 7 saat olur, bir gündə 8 saat. 4-ü vursan 7-yə neçə eləyir? 28, bir gündə 8 saat olur 36 saat. 35. Bir gün 8 saat sala bilərsiniz. Qalan 4 günü 7 saat. Bu aiddir 5 günlüyə. Amma 6 günlük məktəblərdə isə bir günə 6 saat. Yəni 6 günlük məktəblərdə bir müəllimə 7-8 saat dərs saatı salmaq doğru deyil. Aydın oldu? Bu dərs cədvəlinin prinsipləri var. Əgər müəllimənin 36 saat dərsi varsa, biz bunu məcburuq da. Diaqnostiki yüksəkdir, sertifikasiyası yüksəkdir, nailiyyətləri var. Biz ona 36 saat dərs saatı verə bilərik. Amma müəllimin 20 saat dərsi varsa, elə günə 6-6 saat, 3 gün bu müəllim gəlsin, getsin, yox belə eləməli deyil. Zaten də növbəti tədris ilindən tam iş vaxtına hissə keçid başlayacaq. Bu mümkün deyil. Yəni dərs cədvəlini hazırlamaq üçün nə lazımdır müəllimə? Tədris planı lazımdır. Tədris planı. Müəllimin dərs saatları, Müəllimlərin dərs bölgüsü lazımdır. dərs bölgüsü. Bəli. Ondan sonra isə artıq biz baxırıq nəyə? Məktəbin rejiminə baxırıq. Günə bu məktəb bir növbəlidir, 2 növbəlidir. Neçə dənə otaq var? Mən ingilis dilini, rus dilini, texnologiyanı, Azərbaycan dilini Necə bölə bilərəm? böldüm, görüm mən yerləşdirə bilirəmmi? Onlar gedib ayrı otaqda dərslərini keçə bilirlərmi? Tutalım ki, Cəmilə müəllimə, siz bölürsünüz, məsələn, ingilis dilini. Amma ikinci qrupanın müəlliməsi uşaqları dərs keçmək üçün otaq tapa bilmir. Nə edərsiniz? Yəni onu nəzərə almalıyam ki, belə bir bölgü olmasın da. Yəni dəyişmək lazımdır mütləq. Bəli, sinif birləşdirmə. Deməli bölgüdə səhvlik olubdu. Onu aradan qaldırmaq üçün bizdə birinci müəllimə, məsələn bizim müdir müavinimiz birinci ingilis dili, rus dilini bölür. Yəni texnologiya bölünmür, çünki bizdə sinif ehtiyatı azdır. Amma əvvəlcə ingilis dili və rus dillərini yerləşdirdikdən sonra fiziki tərbiyəni yerləşdirə bilir. Amma onları yerləşdirdikdən sonra bu biri seçkiləri eləyir. Yəni ilk növbədə onların otaqlarını görə elə bir seçim eləmək lazımdır. Fiziki tərbiyəni otaqda keçirsiniz ki, fiziki tərbiyə zalda keçirsiniz. Fiziki tərbiyə bölünür də, ona görə dedim. Fiziki tərbiyə zaten bölünür. Amma bölünür. mən sizə bir şey deyim. Növbəti tədris ilindən fiziki tərbiyə ilə bağlı təbii ki, mən gözləyirəm ki, nəsə bir təlimat gəlsin. Əslində keçən belə bir təlimat gəlmişdi. Sonradan o fiziki tərbiyə müəllimləri etiraz elədilər, onun üzərinə çox düşmədilər də. Məsəl üçün nə idi? Məsələn, bizim məktəb böyük məktəbdir. 140-a yaxın sinif var və orada məsələn məcbur idi ki, 4 sinif 1 saatda idman zalına daxil olsun. Bu da olmaz axı. Bu 4 sinif nə deməkdir? 4 sinif 4-ü vur 40 şagirdə. Nə qədər 160 dənə şagird bir zalda, balaca da zalda. Yəni bu olmaz, düzdür? Amma o idman müəllimləri o qədər şikayət elədilər ki, yəni axı müəllimlər elə ki birləşdirirsən də, qrupları birləşdirəndə o bir müəllim dərsləyin, elə ki dərs saatları azalır. Şikayət elədilər, hamısı kişi müəllimləri idi. Ona görə idarə də bunun üzərinə düşmədi. Amma növbəti tədris ilindən əgər necə ki o biri fənlərdə şəraitin yoxdursa, fənni bölmürsənsə, idmanda da elə eləyəcəklər. Yəni qoymayacaqlar ki, 1 saatda 3 dənə, 4 dənə deməli sinif zala getsin. Fikrimi izah eləyə bildim? Bəli, tam razıyam sizinlə. Bir də ki, müəllim, ən çox onların üstünə düşürlər. Bizdə
Məsələn, müəllimlər ayrı-ayrı keçmir, birlikdə keçirlər. O da bizim direktor ona qarşı çıxır, deyir, hər bir sinif öz müəllimi dərsini keçsin də belə deyək. İdmanda. Bəli, bəli, idmanda. Şərait də lazımdır da, məktəblərdə şərait bəzi Bizdə biraz kənd məktəbidir, çoxdan da tikilir. Siniflərin sayı da azdır. Məsələn, 2 ismenlidir. Bizdə biraz çətinlik var. Otaqların vəziyyəti də o qədər də yaxşı deyil. Yaxşı. Məktəbin deməli dərs cədvəlini dedik, tədris planı olmalıdır, müəllimlərin dərs bölgüsü olmalıdır. Məktəbin deməli imkanlarına baxırsınız, bir növbə otaqlarınız olmalıdır. Bu resurslarınızı müəyyən etdikdən sonra artıq siz nədir? Dərs cədvəlini hazırlaya bilərsiniz. Dərs cədvəlini hazırlamaq kimin işidir? Kimin işidir? Tədris dərs müdir müavinində təlim işləri üzrə müdir müavini. Görürsüz adı tam deyə bilmirsiniz. Bir müavin deyin də, direktor müavini. Müavin, bəli, direktorun müavini. Bəli, direktor müavini deyin. Düzdür, adı tam desəniz daha yaxşı olar. Tədris işləri üzrə direktor müavini. Bəli, tədris işləri üzrə direktor müavini. Konkret olun. Deyin ki, direktor müavininin vəzifə funksiyasıdır. Bəs yaddan çıxanda çoxu zavuş deyir, zavuş. Yox, zavuş yox, olmaz. Zavuş da demir, zavuş deyir. Mənim zavuş da yox, o zavuş. Zavuş, mənim nə deyir, zavuş. Rus dili sözlərdən təbii ki, istifadə etmirik. Cəmləməli mən. Buyurun. Bəs dərsi kim bölməlidir? Bax, dərs saatlarını kim bölməlidir ki, sənədi belə saat? Direktor bölməlidir mütləq. Yəni direktor onu böləndə deməli diaqnostik bala baxır, sonra sertifikasiya balı, yəni ki, indi çıxıb da belə deyək. Amma əvvəllər diaqnostik bala baxaraq bölgünü eləyirdi. Yəni bizim müəllim belə eləyirdi. Yəni onun da bir dənə düsturu vardı, deyildi. Buna görə belə. Asan proses deyil. Dərs bölgüsü elə bölünməlidir ki, həm burada müəllimlərin peşəkarlığı nəzərə alınmalıdır. Birinci peşəkarlıq nəzərə alınmalıdır. Ola bilər müəllim gedib sertifikatlaşdırmada 60 bal toplayıb, sinfi idarə edə bilmir. Sən buna 30 saat, 20 neçə saat verə bilmərsən. Əlində faktların olmalıdır, düzdür? Məsələn, bizim diaqnostikdə 40-a 40 yazan bir müəllimimiz var idi. Heç nə dərs keçməyi, yəni ona dərs demək olmaz da, o dərs deyildi, bazar idi. Amma direktor onu təbii ki, necə deyim, yavaş-yavaş azaltdı da, tədricən azaltdı. Çox peşəkar səviyyədə azaltdı. 1 il 2 saat, 1 il 3 saat, 1 il 1 saat, 18 saata qədər dərs saatını sala bildik. 36 saat dərsi var idi. Səmirə müəllimə, onları gənc kadr direktorlar edirlər, köhnə kadr direktorlar yox, adamına baxır. Onlar eləmirlər. Bizim direktorumuz 95-ci ildən işləyir. Elə o eləmişdi. Çox da peşəkarcasına. Peşəkarlıq lazımdır. Sən dərs keçmə müəllimin dərs saatını birdən aşağı salanda, bu onun həm maddi durumuna təsir göstərir, sosial rifahına təsir göstərir. Həm də narazılıq ola bilər. Qəbul eləmir axı ki, mən düzgün dərs keçə bilmirəm. Kim öz mənfisini qəbul edir ki, o necə deyim, mənəvi cəhətdən yüksək səviyyədə inkişaf etmiş insanlar qəbul edir ki, doğru eləmir, dərs keçə bilmir, öz səhvini qəbul edir. Bunu yavaş-yavaş başa salmaq lazımdır. Aktlarla, izahatlarla, valideynlərin rəyi ilə. Ondan sonra problem yaşanır. Yox, belə necə deyim, dərsi keçə bilməyən müəllim balı yüksəkdirsə, siz onun birdən dərs saatlarını aşağı salanda təbii ki, problem yaşayacaqsınız. Deməli, dərs cədvəlini dedik. Dərs bölgüsü mürəkkəb prosesdir və elə bir prosesdir ki, şagirdlərin inkişafına təsir edən birbaşa prosesdir və yüksək peşəkarlıq tələb edir direktordan, amma bu tək direktorun işi deyil. Burada komissiya yaradılmalıdır dərsi bölən zaman. Komissiyanın üzvü olmalıdır sədr, yəni direktor, direktor müavini, metod birləşmə rəhbəri və metod birləşmə rəhbəri. Aydın oldu. İndi məktəblərdə metodistlər var da, metod birləşmə rəhbəri və metodist. Metod birləşmə ilə metodist bir yerdə olur. Sizin məktəbdə var metodist? Xeyr, müəllim, bizim məktəbdə metodist yoxdur, amma elə bir ki, bir nəfər keçibdi qeydiyyatdan, hələ ki təsdiqlənməyib. Yəni 50 başa düşdüm, yəqin gələrlər. Kimin məktəbində metodist var? Həm metodist, həm metod birləşmə rəhbəri. Metodist varsa metod birləşmə rəhbərinə.
Mən metodist belədir ki, metodist deməli dərs dinləmələr eləməlidir. Ondan sonra yəni bütün dərslərdə fəal iştirak. Proqramları olur da cəmləməli. Bəli, proqramları var. Yəni mən onunla maraqlandım. Elektron proqramdır. Elektron Çox proqramdır. yaxşı işdir. Elektron proqramda onlar deməli Bəli. onların aktivliyi orada faizlərlə göstərilir və məsələn nə qədər dərs dinləyirlər, müəllim haqqında fikirlərini yazırlar. O proqramı mən görmüşəm, maraqlı bir proqramdır həqiqətən də. Bəli, mən də Və metodistlərin də dərs saatı 15 saatdır, yəni 15 saatdan artıq onlar dərs saatı götürə bilməzlər. Bu da bir layihədir də, yəni idarədə Çox gözəl layihədir. Mənim bəyəndiyim son dövrlər ən gözəl layihə bu layihədir. Yəni məktəblərin həqiqətən də inkişafı yaxın 5 il ərzində özünü göstərəcək. Bəli, bəli. Çünki Şanirəmə. Bəs dərs sistemi müdürü neçə saat dərs keçə bilər? 12 saat dərs keçə bilər. Bir ara elə bil 6 saat dedilər. Bizdə müəllimələr gəlib dedilər ki, başqa məktəblərdə müavinlərin dərsləri götürülür dərs ilinin ortasında. Onlar 6 saatdan yuxarı keçə bilməz. Bir anlıq düşündüm, yəni. Bəzi regionlar var ki, özlərindən qanun çıxardılar. Məsələn, Şərqi-Zaqatala regionu təlimat da göndərir ki, 9 saat dərs olmalıdır. Qanunda 12 saatdır. O da bilirsiniz necə olur? Məktəbin müəllimləri 18 saatla təmin olunmalıdır. Ondan sonra məktəbin müəllimlərinin əgər dərs saatı azdırsa, müavin direktor təşkilatçı dərs saatı götürməyi heç belə deyək, vicdanla da Bizdə 12 saat coğrafiyam var. Mənim 6 saatım götürülə bilər. Başa düşmədim, necə? Mənim 12 saat coğrafiyam var. 6 saatım götürülə bilər. Tək müəlliməm. Yəni məktəbimiz kiçikdir. Müavinə verməyə. Yox, mən müavin olsam mənim dərs saatım götürülərmi soruşuram. Mən 6 saatına qalmaram ki. Mən çünki dərs keçməyi çox sevirəm. Yox. Sizdə vakansiyaya çıxartmayın da. Vakansiya niyə çıxardırsınız ki? 12 saatla siz həm müavin, həm də müəllim kimi işləyə bilərsiniz. Hə, yəni məqsədim odur. Yarım ştat olanda 18 saat da keçə bilər də dərs müavininə belə dərsə müdirləri. Bəli. Amma o heç nə dərs kimi deyil, nə müavin kimi deyil. 18 saat, yarım ştat işləyirsən, bir də 18 saat nə deməkdir? Gündə 3-4 saat dərsdə olursan. Sonra sən işinə vaxt görəcəksən. Amma qanundan bəli, yarım ştat işləyənlər 18 saat dərs saatı apara bilər. Ümumiyyətlə mən belə fikirləşirəm ki, hər müavinin, hər rəhbərin məsələn həftə içi 2-3 saat oldu bəsdir. 6 saat da çoxdur valla. 2-3 saat dərs oldu bəsdir ki, sinfə girib o necə deyim, o həyəcanı, o həm öz fənnini unutmasın, həm metodu bilsin, metodu tətbiq eləsin ki, gedib onu müəllimlərdən də tələb eləyə bilsin, unutmasın da öz sinif mühitini. Amma rəhbərin işi rəhbər olmalıdır, idarə edən olmalıdır. İdarə etmək o qədər çətindir. Valideynlərlə, şagirdlərlə, müəllimlərlə biri bir söz soruşur, görürsən ki, dərsə gecikmələr olur. Yəni dərs məktəbdə daha keyfiyyətli təhsilin yaradılması üçün müavinlərin, direktorların maaşını artırıb dərs saatlarını azaltmaq daha məqsədə uyğundur. Hə, Məmmədxan müəllim, nə fikirləşirsiniz? Səhv deyirəm, doğru deyil? Bəli, müəllimə, tamamilə doğrudur, razıyam sizlə. Ya dərs keçməlisən, ya da idarə etmə. Adam beyni qarışır da, adam beyni tamamilə qarışır. Ən çox halda 6 saat, yəni normalda 6 saatdan o tərəfə siz demişdiniz, dərsdə məhsuldar keçməyəcək, idarəçilikdə məhsuldar olmayacaq. Çünki bir də işdə gözümüzü yumub basırıq ki, vaxt gəldi getdi. Amma işlərimiz qalıb. İşlər qalıb, bəli. Belə müəllimlər, dərsimiz bitdi. İndi kimin nə sualı var, buyursun. Növbəti dərsimiz 4-cü gün olacaq. Materialı göndərəcəm. İndi sabah bizim müsahibədə iştirak edəcək müəllimimiz də var. Onunla da əlaqə saxlayacağam. Görüm nə suallar göndərir. Qrupa göndərəcəm ən yeni suallar. Bir də sizlər də nə suallar eşitsəniz, tanış müəllimlərdən mütləq mənə göndərin. Mən qrupa göndərim ki, məlumatınız olsun ki, nələrdən sual düşür. Yaxşı müəllimlər. Sabah özüm göndərəcəm. Orxan müəllim getməlidir, görək necə olacaq. Nəsə sualınız varsa buyurun ay müəllimlər. Bir 5-6 dəqiqə vaxtımız var. Sualınız varmı? Yoxdur sual.
Çox sağ olun müəllimə. Sağ olun, siz də sağ olun. Əgər sualınız yoxdursa, onda sağollaşım sizlərlə. Gecəniz xeyrə qalsın. Sağ olun, gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Bu gün bir qrupa 3-4 nəfər daxil eləmişəm. Onları saytdan qeydiyyatdan keçirtmişəm müəllimlər, göndərmişəm şəxsinizə. Şəxsinizdə onu sabitləmişəm də ki, semestrlərə qarışmasın. Kitabı da sabah göndəriləcək. Sifariş vermişəm, sabah yazacaqlar sizə. Oldu. Sağ olun. Gecəniz xeyrə qalsın. Sağ olun, Həftənin sağ olun. 4-cü günü 20:30-da dərsimiz olacaq. Hamını dərsdə gözləyirəm. Aydın oldu müəllimlər? Hamınız dərsdə olun ki, sual-cavabda da aktiv iştirak edin. Sağ olun hələlik. Sağ olun. Sağ olun dəyərli müəllimlər. Sağ olun. Sağ olun, var olun. Sən də sağ ol deyə Nərgiz.